Parollarımız, gündəlik həyatımızın rəqəmsal açarları. Bəs heç düşünmüsünüzmü bu açarların arxasında əslində nə gizlənir? Və daha da önəmlisi, hakerlər bu kilidləri necə sındırır? Gəlin birlikdə bu rəqəmsal dünyaya baş vuraq və parolların necə qırıldığını, bəzənsə onlara heç toxunulmadan necə yan keçildiyini addım-addım öyrənək. Yaxşı, başlamazdan əvvəl gəlin çox yayılmış bir qarışıqlığa aydınlıq getirək. Parol və şifrə. Eyni şey deyil. Baxın, parol sizin bildiyiniz və qapını açmaq üçün istifadə etdiyiniz gizli sözdür. Bir növ açardır. Şifrə isə bir məlumatı, məsələn bir mesajı götürüb onu oxunmaz hala getirən bir metoddur. Biri giriş üçündür, digəri məxfiliyi qorumaq üçün. Bu fərqi başa düşmək, bütün hekayəni anlamaq üçün çox vacibdir. Bugünkü səyahətimizin marşrutu belədir. Əvvəlcə parolların ən təməl müdafiə mexanizmini öyrənəcəyik. Sonra hakerlərin işləyən sistemlərə necə hücum etdiyinə baxacaq. Daha sonra isə əsl həyəcanlı hissəyə, yəni oğurlanmış parolların necə sındırıldığına və bunun üçün hansı alətlərdən istifadə edildiyinə keçəcəyik. Və sonda ən maraqlısı, bəzən parola heç ehtiyac olmadığını görəcəyik. Yaxşı, gəlin elə birinci mərhələdən başlayaq. Parollar, yəni bizim ilk müdafiə həddimiz. Görək bu rəqəmsal kilid və açar sistemi əslində necə işləyir. Deməli, sistemlər bizim parollarımızı olduğu kimi, yəni açıq mətndə saxlamır. Əksinə, onlar heşləmə deyilən bir prosesdən istifadə edirlər. Təsəvvür edin ki, parolunuz bir açardır. Sistem bu açarı götürür və onu bir riyazi ət-çəkən maşından keçirir. Nəticədə ortaya tamamilə fərqli, unikal bir simvol yığını çıxır. Ən vacib məqam isə budur, bu proses bir tərəflidir. Yəni o simvol yığınından orijinal açarı geri qaytarmaq nəzəri olaraq mümkün deyil. Yəni, əsas fərq budur. Heşləmənin məqsədi parolu gizlətmək yox, onu doğrulamaqdır. Sistem sizin daxil etdiyiniz parolun heşi ilə özündə saxladığı heşin eyni olub-olmadığını yoxlayır. Şifrələmə isə fərqlidir. Orada məqsəd məlumatı gizlətməkdir və doğru açarla onu geri qaytarmaq mümkündür. Amma heşləmədə geri dönüş yoxdur. Yaxşı, ən azından nəzər olaraq belədir. İndi isə gəldik ikinci mərhələyə. Artıq haker birbaşa işləyən bir sistemi hədəfə alıb. O, ya qapını döyəcləyir, ya da sadəcə qapının arxasında dayanıb qulaq asır. Bəzən ən asan yol heç bir şey etmədən sadəcə qulaq asmaqdır. Əgər siz təhlükəsiz olmayan bir şəbəkədəsinizsə və daxil olduğunuz sayt məlumatları şifrələmədən göndərirsə, haker araya girib bütün trafiki dinləyə bilər. Buna sniffing, yəni iyləmə deyilir və o, sizin istifadəçi adınızdan tutmuş, parolunuza qədər hər şeyi açıq-aşkar görür. Və bu, sadəcə quru bir nəzəriyyə deyil, baxın. Bu gördüyünüz birbaşa şəbəkədən tutulmuş real bir trafikdir. FTP kimi köhnə protokollar məlumatı şifrələmir. Nəticə, istifadəçi adı root, parol isə 1, 2, 3, 4 star. Heç bir qırma əməliyyatı, heç bir mürəkkəb texnika yoxdur. Məlumat sadəcə ortalıqda idi. Yaxşı, bəs dinləmək mümkün deyilsə, o zaman aktiv hücumlara keçirik. Təsəvvür edin ki, bir robot bir qapının qabağında dayanıb və saniyədə yüzlərlə fərqli açarı qıfılda yoxlayır. Bu, brute force, yəni kaba qüvvət hücumudur. Hakerlər proqramlar vasitəsilə dayanmadan, durmadan bütün mümkün parol kombinasiyalarını və ya ən çox istifadə olunan parolların siyahısını yoxlayırlar. Əlbəttə, bu işi əllə etmirlər. Bunun üçün xüsusi alətləri var. Məsələn, Hydra və Medusa kimi proqramlar bu işin peşəkarlarıdır. Onlar internetdən tapılmış milyonlarla paroldan ibarət lüğətləri götürür və sistem onları bloklayana qədər fasiləsiz şəkildə bütün parolları yoxlayırlar. İndi isə gəlin səviyyəni biraz da artıraq. Artıq hakerin qapını döyüb təxmin etməsinə ehtiyac yoxdur. O, bir yol tapıb içəri girib və bütün parol heşlərinin saxlandığı o müqəddəs faylı, yəni sistemin əsas çertyojunu oğurlayıb. Bu, offline hücum adlanır və əvvəlkilərdən qat-qat daha təhlükəlidir. Niyə? Çünki artıq haker sistemin özü ilə mübarizə aparmır. O, parol faylını öz kompüterinə köçürüb. İndi onun heç bir zaman məhdudiyyəti yoxdur, tutulmaq riski yoxdur, bütün gücünü sakitcə o heşləri sındırmağa sərf edə bilər. Baxın, oğurlanmış o fayl təxminən buna bənzəyir. Bu, Linux sistemlərindəki shadow faylıdır. Gördüyünüz bu uzun, qarışıq, mənasız görünən simvollar toplusu var ha, bax onlar heşlənmiş parollardır. Haker üçün bu bir xəzinə xəritəsidir. İndi tək işi bu xəritəni oxumaqdır. Və beləcə səyahətimizin 4-cü mərhələsinə gəlib çatdıq. İndi o oğurlanmış, anlaşılmaz heşləri sındırmaq üçün istifadə olunan ağır artilleriyanı, yəni ən güclü alətləri görəcəyik.
İndi isə əsl sehirbazlığa baxın. Solda gördüyünüz o mürəkkəb, anlaşılmaz simvollar yığını və sağda nəticə. John the Ripper adlı əfsanəvi alət işə düşür və o sirri kodun arxasından çıxan parollara bir baxın. 1, 2, 3, 4, 5, 6 və hətta 1. Bəli, bu qədər sadə. Bu, hakerin bir anlıq illüziyası deyil, riyaziyyat və hesablama gücünün nəticəsidir. Əgər John the Ripper bu işin klassik ustasıdırsa, Hashcat müasir dövrün superkarıdır. Onun əsas gücü kompüterin beyni olan prosesordan, CPU-dan deyil, qrafik kartından, GPU-dan istifadə etməsidir. Bilirsiniz, qrafik kartları eyni anda minlərlə sadə əməliyyatı yerinə yetirmək üçün dizayn edilib. Bu isə o deməkdir ki, Hashcat saniyədə milyardlarla parol yoxlaya bilir. Bəli, milyardlarla. Hashcat təkcə sürətli deyil, həm də çox ağıllıdır. O, sadəcə lüğətdəki sözləri yoxlamır. Sözləri birləşdirir, hərflərin yerini dəyişir, hətta məşhur əvəzləmələri edir. Məsələn, parolunuzda E hərfi varsa, onu 3 ilə yoxlayır. A varsa, onu ət işarəsi ilə sınayır. Yəni, insanın düşünə biləcəyi bütün hilələri tətbiq edir. Yaxşı, indi isə tamamilə fərqli, çox daha hiləgər bir üsuldan danışaq. Təsəvvür edin ki, imtahana hazırlaşmaq əvəzinə bütün mümkün sualların cavablarını əvvəlcədən hazırlayıb özünüzlə gətirirsiniz. Bax, göy qurşağı cədvəllərinin məntiqi budur. Bu həqiqətən də dahiyanədir. Hakerlər əvvəlcədən oturub, milyonlarla, hətta milyardlarla mümkün parolun heşini hesablayır və bunları xüsusi, optimallaşdırılmış cədvəllərdə saxlayırlar. Oğurlanmış bir heş əldə etdikdə isə onu qırmağa çalışmırlar. Sadəcə bu, nəhəng cavab kitabçasında axtarırlar. Əgər heş cədvəldə varsa, parol saniyələr içində tapılır. Heç bir hesablama aparmadan, sadəcə axtarışla. Əlbəttə, bu cavab kitabçaları göydən düşmür, onları hazırlamaq çox uzun və zəhmətli bir prosesdir. Bu gördüyünüz artırgen aləti məhz bu cədvəlləri yaratmaq üçündür. Proses günlər, bəzən həftələr çəkə bilər, amma bir dəfə hazırlandıqdan sonra o cədvəl eyni tip heşləri qırmaq üçün dəfələrlə istifadə edilə bilən güclü bir silaha çevrilir. İndi isə gəldik səyahətimizin son və bəlkə də ən ağlasığmaz hissəsinə. Bütün o qırma proseslərini, lüğətləri, kaba qüvvəti bir anlıq unudun. Sual çox sadədir. Ya qapını açmaq üçün açarın özünə heç ehtiyac yoxdursa? Necə yəni? Parolu bilmədən bir sistemə daxil olmaq mümkündürmü? Cavab: bəli, mümkündür. Və bu texnikanın adı heşi ötürməkdir. Bu, inanılmaz dərəcədə ağıllı bir hücumdur. Haker bir yol tapıb sistemin yaddaşından istifadəçinin parolunun heşini oğurluyur. Parolun özünü yox, onun heşini. Sonra şəbəkədəki başqa bir serverə qoşulmaq istəyəndə sistem ondan parol soruşur. Haker isə parol əvəzinə birbaşa o oğurladığı heşi göndərir. Bəzi sistemlər heşi parolun özü kimi qəbul edir və qapını açır. Bu, açarı sındırmaq əvəzinə kilidin özünü kopyalayıb istifadə etmək kimidir. Beləliklə gördüyümüz kimi, ən sadə dinləmə üsullarından tutmuş, parolu tamamilə aradan çıxaran mürəkkəb texnikalara qədər parolları aşmaq üçün onlarla yol var. Bu isə bizi son və ən vacib suala gətirir. Əgər bizim rəqəmsal qapılarımızın kilidi bu qədər kövrəkdirsə, onda təhlükəsizliyimizin əsl açarı nədir? Bəlkə də cavab tək bir açarda deyil, bir neçə kiliddən ibarət daha mürəkkəb sistemlərdədir.